Hər vaxtınız xeyir, hər birinizi xoş gördüm. Bugün sizə maraqlı bir vlog çəkəcəm. Yeni il hazırlığına alış-verişə gedirik. Gəlin gedək, görək nələr alırıq. Bizim həyətimizin yolkası çox gözəldir bu arada. Sizlərə yol üstü bu yolkanı göstərmək istədim. Məncə alış-veriş edərkən elə oradan çəkiliş etmək hər kəs üçün maraqlı olardı, amma marketlərdə çəkilişə icazə verilmir. Ona görə də sadəcə qısa olaraq sizə görüntüləri paylaşdım, amma alacaqlarımı evdə sizlərə göstərəcəm. Bizim keçən ildən çox gözəl yolkamız var və sadəcə biraz dekoru dəyişəcəyik. Qalan hər şey varımızdır. Ona görə də biraz ərzaqları aldım, biraz çatışmamazlıqları aldım və sizlərlə evə gedən kimi paylaşacağım. İnşallah ki, yeni ilimiz gözə gələr. Turşu eləmək üçün 3 ədəd kələm aldım. Çox qəşəngdir. Üzdəki hal-hazırda indirimdə idi. Keçən dəfə 90 qəpiyə almışdım, bu dəfə 50 qəpiyə aldım. Mandarinlərin ən xırdalarını aldım. Çünki iri mandarinlərdən bunlar daha dadlı olur. Ona görə də uşaqlar bu mandarinləri sevir. Üst silmək üçün belə pambıq disklərdən aldıq. Hər zaman bizə lazım olan pingvin paketləri. Burada da uşaqlar yığıb turuşkadır, zaletdir özləri üçün. Bir də ən əsas ofsin üçün belə bir qardanələri aldıq. Çox almışıq. Hər halda hər paketdə biraz var. Salat eləyəcəm, hazırlayacağım. Salatın resepti də burada vlogda paylaşacağım. Şöyle pomidoru aldım həmin salat üçün. Fanta aldım, biraz hoşuma gelir. Sonra yemeği hazırlayacağım birazdan. Pomidor, biber aldım. Salat için lazım oldu xiyar. Qış aylarında az alıram. Yaşıl biber aldım. Ve turp, cəfəri. Cəfəri də həmin yemək üçün lazım olur. Salat üçün də iceberg kələmi. Ümumiyyətlə iceberg kələmi ilə hazırlanmış salatlar çox hoşuma gəlir. Belə bir servilat. Belə bir duzlu balıq. Sonra biz evi bəzətmək üçün bir paçka ağ şar aldıq. Bir paçka da bundan qırmızı şar olmalıdır. Burada da uşaqlar dəftər, qələm, belə şeyləri yığırlar özləri üçün. Əslində hər zaman yaşıl olur qapıdan asılqanlar yeni il üçün. Amma biz bu dəfə bu rəngi seçdik. Bu daha çox bəyəndim. Ona görə belə aldım. Hər zaman bizim sevimli çayımızdan, final yaşıl çaydan. Görmüşsünüz hər halda. Short video üçün aldım. Tomat əslində bizdə var, ev tomatı. Bilməm yoldaşım onu nəyə görə alıbsa, heç görmüşəm. Salat üçün belə qarğıdalı, bir də ki lobya. Belə uşaqlar özləri üçün iş görürlər. Bu istiot, qara istiot. Sonra da ki ən çox bəyəndiyim doyma makaronları. Evdə yemək üçün çox vaxtı belə bir lavaş alıram. Buna adi südlə, yağdan krem hazırlayaraq dadlı olur evdə istifarına geçmək üçün. Leyla, nə olur? Sonra bunlardaki uşaqlar alır. Çörək bundan aldıq bu dəfə. Çipslərdən dolu yox. Ziyanlı olsa da alırıq. Sarı kök aldım. Bir dənə bir imkan ver. Bizim ən çox istifadə etdiklərimiz yağlı şor. 2 ədəd belə toyuq aldım. Bu toyuqlar çox dadlı olur. Ona görə də çox o əti olmayanlardan alıram. Hətta toyuq alanda. Ən çox da pəhriz kolbasası kimi 9 qəybə kolbasadan. Sonra bunlar dadlı olur bu sasiskalar. En çok sevdiğim smetana odur. Səhər-səhər. Bu ne de Allah. Bu da ki biberin içine istifadə etmək için labne aldım. Video çəkəcəm bu arada. Bu da bilmirəm yoldaşım sağ alır. Bir de ki salat üçün döş əti. Semişka yağı en çok istifadə olunan məhsul. Xama aldı. Salat üçün lazım olur xamadan. Bunlar bunlar gördüğünüzdə bütün paketlərdən bunlar çıxır. Əslində mən yemək hazırlamaq üçün bu lavaşları istəmirdim. Bunları almışdı qızım da olmadı. Biz təzədən başqa lavaşları götürdük. Bunları mənə lazım olan bunlardır. Sonra şokolad falan. Bunlar da hadi uşaqlarla getdim. Bax indi yenə buradan çıxacaq. Heç baxmıram nə atırlarsa doldururlar. Bu da ki yemək üçün aldım. Əslində heç sevmirəm sumağı, amma aldım. Mən bir yandan alıram kofeleri. Bir dəfəlik, yoldaşım bir tərəfdən alır. Özdəki çay mən də almışam, o da alır. Ailəvi gedəndə elədir. Nuxudlardan budqa olanı aldıq. Bir də ki semişka. Ailəvi gedəndə elə olur. Bir tərəfdən biri doldurur, o bir tərəfdən o biri. Yolka üçün belə
Yolka üçün belə oyuncaqlar aldıq. Əslində var idi iriləri. Bu dəfə qızım dedi belə balaca xırda seçək. Və fərqli işıqlar da var idi. Bu dəfə tam fərqli belə aldıq. Bunlar çox qəşəng görsənir. Hər halda baxarıq. Bunlar da ki, qar dənələridir. Yolka üçün belə bir aksesuar. Bu da belə təbii qar. Şarlardan ağ qalmışdı, bu da qırmızı. Bu da ki, kuxnanı dekor etmək üçün lentlər 2 dənə almışdım keçən dəfə. Bir dənə də əksi olur deyə aldım. Baxın, burada nə desəm o çıxacaq. Nə qədər şokolad, nə qədər sevinçlər, nə qədər çiz. Ketçup aldım belə. Sonra mən həmişə super sun alıram. Keçən dəfə yayımda yemək hazırlayanda sağ olsun xanım mənə məsləhət gördü ki, Zeland yağı al. Onun tərkibində palma yağı var. Ona görə bu dəfə yəni əritmək üçün belə yağ aldım. Görün bunun dadı necə olur. Əgər yaxşı çıxsa bunu alacağam. Əslində bizim rəhmətlik anamız həmişə Zelandiya yağı alıb əridərdi. O daha yaxşıdır deyə. Amma əslində bu baha olur o bir yağdan. Amma neyiniyək? Biz hamımızdan baha yaxşı. Yumurtasını seçib aldıq. Amma bilmirik ki, yumurtası da 30 qəpikdən. Bu da uşaqlar koyun. Bunu da. Bu da ki əlavə kofelər. Bu da ki qırmızı istot. Belə axırda da bir qələm. Bundan da yekunlaşdırdıq. Kızlar, biber akımı eləmək üçün bugün biber aldım. Labne aldım. Hal-hazırda hazırlayıram. Və yeyəndə qəşəng short video çəkəcəm. Biberin başlığını qəşəng kəsirik. Sonra da içini qəşəng təmizləyirik. Təmizləyib labne və çipslə dolduracağıq. Əslində onu qeyd edeyim ki, mən ümumiyyətlə chips sevən insan deyiləm. Yəni chipsi heç sevmirəm, heç yemirəm. Amma uşaqlar deyir, bu daha dadlı olur. Görək necə olacaq. İndi isə məncə hər kəsə yararlı bir çəkiliş eləyirəm. Çünki mən bunu sadəcə hazırlayanda da çəkilib paylaşa bilərdim ki, mən oradan-buradan mantı hazırladım. Sıfırdan mantını necə hazırlamaq lazımdır, sizlərlə söhbət edərək paylaşıram. Bilmirəm hansı mətbəxinin yeməyidir. Keçən dəfə Instagramda mən ləzgi mətbəxinin yeməyi yazanda çoxlu rəylər gəldi ki, bu yemək ləzgi mətbəxinin, Dağıstan mətbəxinin yeməyi deyil. Hansı mətbəxinin yeməyi olur olsun, mən çox sevirəm mantını. Hətta ailəmdə yoldaşımın ən sevdiyi yeməklərdən biridir. Ona görə də mənə kömək eləyir. Öz sevdiyi yeməkləri hazırlayanda gəlib mənə dəstək olur, sağ olsun. Biz mantını birlikdə hazırlayacağıq. Bəs siz mantını necə hazırlayırsınız? Rəylərdə yaza bilərsiniz. Mən xəmirə hər zaman maksimum şəkildə daha çox yumurta istifadə edirəm. Ona görə ki, biz bunu həm buxarda yəni ki, bişirəcəyik, həm də ki, bir-birinə yapışmamaq, həm də o qaba yapışmamağı üçün bu çox mütləqdir. Yumşaq, gözəl bir xəmir yoğuracağam. Sadəcə 4 yumurta, biraz da dada görə duz, biraz da ki, duru yağ əlavə elədim ki, xəmir daha yumşaq olsun. İçalada isə siz yəni öz zövqünüzə görə istifadə edə bilərsiniz. Əslində mantının içərisinə ət gedir. Mən biraz da dada görə kartof əlavə eləyirəm. Duz, istiot və biraz da kəklik otu və nanədən istifadə eləyəcəm. Yəni burada hər kəs öz seçimini eləyə bilər. Tək ətlə də hazırlaya bilərsiniz. Əlavə də ki, yəni bu necə deyərlər, istiot, duz heç, amma kəklik otu falan, nanə istifadə etməyə də bilərsiniz. Bəlkə onların qoxusu sizə xoş gəlməz. Mən belə xoşlu gəldiyim üçün belə hazırlayıram, amma o sınaqdan keçirməyi sadəcə tövsiyə eləyirəm. Bu arada onu da qeyd edeyim ki, əgərləri mənim hazırladığım yemə videolarını izləmək istəyirsinizsə, mənim Instagram səhifəmi takibə alın. blog.seva səhifəsini, profilim şəklindən biləcəksiniz mənim səhifəmi. Mütləq takibə alın və orada paylaşılan videoları bəyənin. Maraqlı yemək videoları paylaşıram.
qısa videolar, çəkilişlər eləyirəm. Yəni reseptlərin bir də ki, ən əsasda xüsusi olaraq məndə ən çox kəşfiyyata düşən yemək, yəni videolar olduğuna görə yemək yeyərkən çəkirəm. Məncə hər biriniz baxacaqsınız və sizin iştahınız açılacaq və özünüz də gedib yemək istəyəcəksiniz. Belə qızlar, inşallah ki, hər kəsə yararlı bir vlog oldu. Düzdür, çoxdandır vlog paylaşmıram, çünki vaxt çatdıra bilmirəm. Vloqlar bir arada mən həvəslə paylaşdım, sonra baxış sayı az gəldi. Artıq mən də həvəsdən düşdüm və dedim, yəni ki, artıq müəyyən ara verərək vloqları paylaşacağam. Bəlkə elə olanda izləyicilərim üçün də daha maraqlı olar. Canlı yayım açanda düzdür, məndə qoşulma sayı çox olur, hətta 200-300 nəfərə çatır. Amma mən çox istəyərdim ki, vloqlarımı daha çox izləsinlər, daha çox bəyənmə atsınlar. Bu mənə xoş gələcək. Amma bilmirəm, o canlı yayıma daxil olanlar deyəsən mənə abunə olmayanlardır. Sadəcə keşfətə düşdüyünə görə oradan giriş eləyib baxırlar. Onu da deyim ki, bu mantı üçün kündələr biraz böyük olmalıdır, iri olmalıdır. Qutaba hazırladığınız kimi xırda hazırlamayın. Çünki lavaş biraz qalın olmalıdır. Biz lavaşın içərisinə əti qoyub onun künclərini bir-birinə yapışdıracağıq. Onlar artıq içində ət, o buğda hazırladığına görə o yəni ki, lavaş yəni ki, biraz qalın olmalıdır ki, onun içindən dağılmasın. Yəni lavaş, çünki özünüz bilirsiniz ki, buxarda onsuz da biraz əriyir. Ona görə dağılma ehtimalı olmasın deyə onlara diqqət yetirmək lazımdır. Bu arada çox qəşəng yeməklər hazırlaya bilirəm. Özünüz görürsünüz, öz əllərimlə hazırlayıram. Bir çox insanlar buna inanmırlar. Çünki mənim vaxtımda bu əl bacarığım yaxşı olub. Evdə bütün yeməkləri, hətta qız vaxtından mən hazırlamışam. Deyəcəksiniz ki, sizi başa düşdük. Siz bir xanımsınız, bunu etməlisiniz. Bəs necə ikna elədiniz ki, yoldaşınız da sizə dəstək olsun, kömək olsun? Əslində mən onun istəmədiyi bir şeyi onu ikna edə bilmirəm. Yəni mən desəm ki, bunu et, mənim vaxtım olmur, mənə kömək elə etməyəcək, amma öz istədiyi bir işdirsə onu görəcək. Bu mantının hazırlanması, onun yeməsi onun ən çox xoşladığı bir iş və xoşladığı bir yeməkdir. Ona görə özü istəyi ilə qatılır. Bəs necə ola bilir? O çəkilişə hətta icazə verir. Bəli, onun çəkilişə heç bir yəni ki, kompleksi yoxdur. O həmişə çəkilişlərdə mənim yanımda olur. Yəni belə bir etirazları, belə bir yoxları yoxdur. Ona görə bu o tərəfdən mənim üçün rahatdır. Düzdür, danışıqda çəkiliş etməyə imkan vermir. Yəni o danışıq etməyi sevmir çəkilişlərdə. Sadəcə qıraqdan belə sakitcə çəkmək olur. Həm şəkil, həm video görüntü. Bu arada onu da deyim ki, qış aylarında ümumiyyətlə mən xəmir yeməklərini çox sevirəm. Sizləri bilmirəm, yeyirəm, həqiqətən də çox. Hətta özüm çatıra bilməyəndə sifariş verib yeyirəm. Amma yaxşı deyil, düzdür, mən bilirəm, istəyirəm, neyiniyim. Yay aylarında maksimum çalışıram, hərəkətdə oluram, idmana gedirəm, arıqlayıram. Qış aylarında təkrar həmin atdığım çəkini geri qaytarıram. Düzdür, Xaçmazda əgər yaxşı bir idman zalı olsaydı, hətta qış aylarında da gedib formada saxlayardım bədənimi, amma bizdə o şərait yoxdur. Mən keçən il getmişdim, bir ay getdim. İnanırsınız, 2 ayda da həmin bir ay getdiyim idmanın ziyanına, sağlamlığıma zərər vuraraq, yəni ki, biraz müalicə aldım. Həqiqətən də böyrək ağrısından əziyyət çəkdim. Çünki orada idman edəndən sonra şərait yoxdur ki, sən öz geyimini dəyişəsən, özünə isti duş alasan ki, çıxanda sənə soyuq dəymə olmasın. Qış aylarında da tərləmiş bədəndə çölə çıxanda bilirsiniz ki, artıq bədən istər-istəməz o soyuq havadan xəstələnir. Belə inşallah əsas Allah bizə hər birimizə can sağlığı versin. Qabaqdan yeni il gəlir və yeni ildə əslində hədəflərim çox yüksəkdir. İnşallah ki, Allah hər kəsə nəsib eləsin, istədiyi arzuları gerçəkləşdirmək üçün bizə əsas can sağlığı versin. Mənim hədəflərim
tam başqadır. Mənim ideyalarım tam başqadır gələn ildə. İnşallah 2026-cı ilin sağlamlıq olsun, sağlıq olsun. İlin sonunda sizlərə bu vloqun ardı kimi paylaşacağım ki, 2025-ci ilin vloqunu paylaşanda yəni nə düşünmüşdüm? Çünki bunu artıq hazırlayıb paylaşana kimi məncə yeni ildə gələcək. Çünki indi yeni il bayramında işim çoxdur. Deyəcəksiniz ki, yeni ilin ilk vloqumda paylaşmışdım və sonunda da həmin yəni ki, həyata keçirə biləcəyim, həyata keçirdiyim bütün yəni ki, işlərimi paylaşacağım. Bəs 2025-ci ildə mən hansı arzularımı gerçəkləşdirdim, sizə bir sadalayacağım. İlk öncə deyim ki, sizə mənim ən çox sevdiyim bu il maşın sürməyi öyrəndim, maşın aldım özümə və əlavə olaraq da ölkə daxili çox gəzintilərdə oldum. Şirkət yəni ki, hesabına edirəm hər şeyi, aldıqlarımı, yəni ki, gəzdiklərimi, gəzintilərimi və xarici 2 ölkəni səyahət elədim, paylaşmışam. Antalya'da oldum, Vietnamda oldum. Əlavə olaraq da evdə də bir neçə işləri görmüşəm, müəyyən bir mebelləri dəyişdim. Çünki təzə evə köçəndə biraz çətin olur həm ev almaq, təmir etmək, həm köçəndə mebelləri yaxşı qiymətə ala bilmirsən, bütün mebelləri. Ona görə də biraz dəyişikliklər elədim. Bu da bir ilimin nəticəsidir, yəni bir uğurudur. Və bir sözlə 2025-ci il məndə gözəl bir il kimi yaddaşda qaldı. İlan ili olmağına baxmayaraq çox qəşəng bir il oldu. İnşallah mən inanıram ki, at ili 2026-cı il mənim üçün daha uğurlu gələr. İdeyalarım çox böyükdür, amma sadəcə ilin sonunda paylaşacağam. Öncədən paylaşmaq mənə düşmür. İşlərimi həll edeyim, görüm. Allah hər kəsə istədiyi arzuları gerçəkləşdirmək üçün güc versin. Tək ki Allah yanımızda olsun. Bizim başqa insanlara ehtiyacımız belə yoxdur. Ümumiyyətlə biz hansısa işi görməyə başlayırıqsa, onsuz da bizdə qıraqdan insanlar yalnız negativ ötürəcəklər. Yəni heç kim deməyəcək ki, yaxşı olacaq, alınacaq, elə, xeyirli olsun. Bunu deyənlərin sayı çox az olacaq. Ya valideynlərimiz olacaq, ya qapını bağlayıb evdə yəni oturduğumuz insanlar. Hətta mənim yoldaşım belə mənə hansısa işi görməyə başlayanda heç vaxt demir ki, alınacaq, yaxşı olacaq. Əşi heç vaxt mənə fikir vermir, diqqət yetirmir, yəni mənim gördüyüm işə. Amma mən onu alındırmaq üçün maksimum əlimdən gələni edirəm. Çünki bizim evdə ən çox belə şeylərə daha çox ideyalar düşünən özüməm. Bəzən mən görürəm bəzi ailələrdə kişilər daha çox diqqət yetirir, amma bizdə mən daha fərqliyəm. Daha çox özüm diqqət yetirirəm hər şeyə. Uşağın təhsilinə, nə olacaq, necə olacaq, nə olmalıdır, böyüyəndə hansı sənəti seçməlidir, gələcəkdə onları düşünürəm ki, necə yaşamalıdır. Yəni bir çox şeyləri hər gün bunları düşünürəm, hər gün bunlar üçün çalışıram və əlavə olaraq da öz işimi artırmaq üçün, inkişaf elətdirmək üçün hansı addımları atım. Bu ildə düşünürəm, bəlkə də bilmək olmaz, şəxsi başqa bir biznesimi qurdum. Yəni hər şeyi bizə verən Allahdır. Bəlkə də oldu, niyə olmasın? Çox istəyirəm, çox düşünürəm, hardan başlayacağımı bilmirəm. Çünki mən ümumiyyətlə şəbəkə biznesində çalışdığıma görə şəbəkə biznesi mənim üçün rahat görsənir, amma ənənəvi biznesə başlamaq mənim üçün biraz çətin olur. Alınar, alınmaz. Bəzən də düşünürəm ki, hər hansı bir biznesə başlamaqdansa bir ev alıb onu kirayə vermək daha yaxşıdır, daha məsləhətlidir. Stressiz, əsəbsiz hər ayın sonunda yəni puluvu alırsan, 1-2 ev alsan, demək olar ki, ayda 1000 manat ala bilirsən rahat şəkildə. Bu da qıraqdan bir gəlirdi. Amma evlər hal-hazırda çox bahadır. Onu həm kirayə, yəni krediti alıb kirayə vermək sərf eləmir. Birbaşa da o boyda məbləğ əlimizdə yoxdur ki, o evi alıb kirayə verək. Bəs siz necə düşünürsünüz? Mən belə düşünürəm. Belə inşallah yaxşı olar. Ümidlərimizi hər zaman çoxaldaq. Ümidlərimizi, yəni o deyir, daima ümidlə yaşayırıq, daima arzu ilə yaşayırıq, arzu doğdu arzunu. Belə sizlərlə bu gözəl fikirləri paylaşaraq artıq mantılarımız da hazır olur. Belə baxmayın, vaxt çox gedir, hardasa 2 saat ərzində hazırlayırıq. Onun xəmir yoğurması, onu yayması, onu kündələrə yəni ki, tutması, onun öz yerini alması, sonra yayması, kəsməsi, onu əti qoyub bağlaması bir müəyyən vaxt alır. Amma çox dadlı bir yeməkdir.
Məncə mən deməsəm də, izah eləməsəm də siz artıq resepti gördükcə baxa-baxa hər şeyi həll edə bilərsiniz. Yəni hər şeyi, hər bir işi görə bilərsiniz. Çünki rahat şəkildə, akkurat hər şeyi sizlərlə paylaşmışam. İnşallah dəyərləndirərsiniz. Ən azı bu vloqumun baxışı biraz daha çox gəlsin ki, növbəti vloqlarımı da həvəslə sizlərə çəkib paylaşım, dəyərli izləyicilərim. Yenə də kanalımı izləyən, kanalıma dəstək olan, vloqlarımı izləyib, bəyənib, ən əsas xüsusi olaraq qısa da olsa vaxt ayırıb bir cümlə yorum yazan hər kəsə minnətdarımı bildirirəm. Düzdür, bəzən canlı açanda deyirəm, mənim vloqlarımı izləyin, kanalıma abunə olun, orada bəziləri yazırlar bizə nə. Amma heç nə, yəni heç kimə heç nə olmur, sadəcə dəstək nə gəlir ki, əgər xoş gəlirsə, izləyirsinizsə, mənim də xoş bəyənsəz, yorum yazsaz. Bu arada mantıları qoymuşam hazırlamağa. Biz mantıların üzərinə tomat sosu hazırlayacağıq və onun içərisinə də sarımsaq, biraz da duz, biraz da yağ əlavə edəcəyik. Sizlərlə yolqamı da paylaşdım. Artıq yeməyimiz hazırdır. Bizlərə nuş olsun. Siz də göz haqqınızı halal edin əziz izləyicilərim. Həm bu reseptini sizlərlə paylaşdım. Həm sizlərlə biraz xoş söhbət elədim. Həm də ki, bizim də artıq yeməyimiz hazır oldu. Biz də yavaş-yavaş axşam yeməyimizi daha çox çəkimizi artırmaq üçün yeyək, nuş olsun. Vloqlarımın altında necə bir vloqların çəkməsini daha çox istəyərdiniz, mütləq qeyd eləyin. Deyir, mən hazırlamışam, mən yeyəcəm. Yəni özü hazırladığı üçün də özü ilə fəxr eləyir yoldaşım. Hər kəs bir yerdən kömək eləyir. Qızım bir yerdən kömək eləyir, oğlum bir yandan kömək eləyir yoldaşım. Yəni bir sözlə hər zaman hər bir ilimizi belə xoşbəxt, belə gözəl, belə sevgi ilə yekunlaşdıraq.